İçərilərindən zülm edənlər istisna olmaqla, kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız ona itayət edirik. Beləcə bu kitabı sənə nazil etdik. Kitab verdiyimiz şəxslər də ona iman gətirirlər. Onların arasında Qur'ana iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edirlər. Sən bundan əvvəl nə bir kitab oxuya bilirdin, nə də onu əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər. Əksinə, bu Qur'an elm verilmiş kəslərin kökslərində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi ancaq zalimlar inkar edirlər. Onlar dedilər: bəs nə üçün Rəbbindən ona möcüzə nazil olmadı? De ki, möcüzələr ancaq Allahdadır. Mən isə ancaq açıq-aydın xəbərdarlıq edənəm. Onlara oxunan kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır. De ki, mənimlə sizin aranızda Allahın şahid olması yetər. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allaha küfr edənlər, məhz onlar ziyana uğrayanlardır. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər artıq müəyyən etdiyimiz bir vaxt olmasaydı, əzab onlara gələrdi. O əzab onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, cəhənnəm kafirləri bürüyəcəkdir. O gün əzab onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcəkdir. Allah deyəcəkdir: etdiyiniz əməllərin cəzasını dadın. Ey mömin qullarım! Şübhəsiz ki, mənim bu yerim genişdir. Elə isə yalnız mənə ibadət edin. Hər kəs ölümü dadacaqdır. Sonra da bizə qaytarılacaqsınız. İman gətirib xeyirxah işlər görənləri, ağacları altından çaylar axan cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir. O kəslər ki, səbirli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər. Neçə-neçə canlılar vardır ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, eşidəndir, biləndir. Əgər sən onlardan göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir deyə soruşsan, onlar mütləq Allahdır deyəcəklər. Onlar necə də haqdan döndərilirlər. Allah öz qullarından istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Şübhəsiz ki, Allah hər şeyi bilir. Əgər sən onlardan göydən yağış nazil edib, onunla yeri quruduqdan sonra canlandıran kimdir deyə soruşsan, onlar mütləq Allahdır deyəcəklər. De ki, həmd olsun Allaha, lakin onların çoxu bunu başa düşmür.
Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki biləydilər. Onlar gəmiyə mindikləri zaman dini yalnız Allaha məxsus edərək ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi yenə də ona şərik qoşurlar. Bu ona görədir ki, bizim onlara verdiyimiz neymətlərə nankorluq etsinlər və hələlik əylənsinlər. Amma tezliklə biləcəklər. Məyər onlar ətraflarındakı insanlar yaxalandıqları halda Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın neymətini inkar mı edirlər? Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yer mi yoxdur? Uğrumuzda cihad edənləri mütləq öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyrxax əməl sahibləri ilədir. Ər-Rum Rumlular Suresi Mərhəmətli və rəhimli Allahın adı ilə. Əlif, Ləm, Mim. Rumlular məğlub edildilər. Ən aşağı və ya ən yaxın bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar. Bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər Allahın köməyi ilə. O, istədiyinə kömək edir. O, qüdrətlidir, rəhimlidir. Budur Allahın vədi. Allah öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti bunu bilmir. Onlar dünya həyatının görünən tərəfini bilir. Axirətdən isə büsbütün qafildilər. Məyər onlar özlüyündə fikirləşmirlər ki, Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddətə qədər yaratmışdır? Lakin insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir. Məyər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara açıq-aydın möcüzələr gətirirdilər. Onlara Allah zülm etmirdi. Onlar özləri özlərinə zülm etmişdilər. Sonra isə Allahın ayələrini yalan sayıb, onlara lağlağı etməklə pislik göstərənlərin nəsibi lap yaman oldu. Allah məxluqatı əvvəlcə heçdən yaradır. Öldürdükdən sonra onu yenidən dirildir. Bundan sonra isə siz ona qaytarılacaqsınız. O saatın gələcəyi gün günahkarlar ümidlərini itirəcəklər. Allaha qoşduqları şəriklərindən onlar üçün şəfaətçilər olmayacaq. Şərikləri onları inkar edəcəklər. Məhz o saatın gələcəyi gün möminlərlə kafirlər ayrılacaqlar. İman gətirib yaxşı işlər görənlərə gəlincə isə onlar cənnət bağçalarında şadlıq içində olacaqlar.
Kafir olub ayələrimizi və axirətə düşəcəklərini yalan sayanlar isə əzaba giriftar ediləcəklər. Odur ki, siz axşama çatanda və səhərə çıxanda Allahın şərəfinə çoxlu tərif söyləyin. Göylərdə və yerdə həmd ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də onun şərəfinə təriflər deyin. O, ölüdən diri, diridən də ölü çıxardır. Yeri ölümündən sonra dirildir. Siz də qəbirlərinizdən belə dirildilib çıxardılacaqsınız. Allahın sizi torpaqdan xəlq etməsi onun dəlillərindəndir. Sonra da siz bir insan kimi yer üzünə yayıldınız. Ünsiyyətdə rahatlıq tapasınız deyə sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da onun dəlillərindəndir. Həqiqətən bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır. Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də onun dəlillərindəndir. Həqiqətən bunda bilənlər üçün ibrətamiz dəlillər vardır. Gecə və gündüz yatıb dincəlməyiniz, onun lütfünü axtarmağınız da onun dəlillərindəndir. Həqiqətən bunda eşidən kəslər üçün ibrətamiz dəlillər vardır. Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib, yeri ölümündən sonra onunla diriltməsi də onun dəlillərindəndir. Həqiqətən bunda başa düşən adamlar üçün ibrətamiz dəlillər vardır. Göyün və yerin onun əmri ilə öz yerlərində sabit qalması da onun dəlillərindəndir. Sonra da sizi bir dəfə çağıran kimi dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız. Göylərdə və yerdə kim varsa ona məxsusdur. Hamısı ona təzim edir. Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan odur. Bu da onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər ona məxsusdur. O, qüdrətlidir, müdrikdir. O, sizə özünüzdən bir məsəl çəkdi. Sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz neymətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünüb daşınan insanlar üçün belə müfəssəl izah edirik. Lakin haqsızlıq edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz. Sən bir hənif kimi üzünü dinə tərəf çevir. Allahın insanlara xəlq etdiyi şuurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur. Lakin insanların çoxu bunu bilmir. Tövbə edərək ona üz tutun, ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın. O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini üstün bilib sevinir. İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üst tutub ona yalvarırlar. Sonra o, özündən onlara bir mərhəmət daddıran kimi
onlardan bir dəstə Rəbbinə şərik qoşur. Bu ona görədir ki, bizim onlara verdiyimiz neymətlərə nankörlük etsinlər. Hələlik əylənin, tezliklə biləcəksiniz. Məyər biz onlara müşrik olmalarını söyləyən bir dəlil göndərmişik? İnsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər. Məyər onlar görmürlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istədiyininkini də azaldır? Həqiqətən bunda iman gətirən adamlar üçün ibrətlər vardır. Qohum əqrəbaya, yoxsula və müsafirə onlara çatacaq haqqını ver. Allahın üzünü diləyənlər üçün bu daha xeyirlidir. Uğur qazananlar da elə məhz onlardır. İnsanların var-dövləti sayəsində artırmaq məqsədi ilə sələmlə verdiyiniz mal Allah yanında artmaz. Allahın üzünü diləyərək verdiyiniz zəkata gəlincə, bilin ki, bunu edənlər mallarının bərəkətini qat-qat artıranlardır. Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edə bilən varmı? O, pakdır və müşriklərin ona şərik qoşduqlarından ucadır. İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara etdiklərinin bir qismini daddırsın. Bəlkə onlar haqqa qaydalar. De ki, yeryüzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu Allaha şərik qoşanlar idi. Qarşısı alınmaz gün Allah tərəfindən göndərilməmişdən əvvəl üzünü gerçək dinə tərəf tut. O gün onlar iki dəstəyə bölünəcəklər. Kim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün cənnətdə yer hazırlamış olarlar. Bu ona görədir ki, Allah iman gətirib yaxşı işlər görənlərə öz lütfündən mükafat versin. Şübhəsiz ki, O, kafirləri sevmir. Sizə öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üssün, onun lütfünü arayasınız və sizə verdiyi neymətlərə şükr edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də onun dəlillərindəndir. Biz səndən əvvəl də onların qövmünə elçilər göndərmişdik. Elçilər onlara açıq-aydın dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək bizim borcumuz idi. Buludları qaldıran küləkləri Allahdır göndərən. Allah səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən onlardan yağış töküldüyünü görürsən. Allah onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinirlər. Halbuki o yağış onların üzərinə yağdırılmazdan əvvəl ümidsiz idilər. Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir? Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O,
hər şeyə qadirdir. Əgər biz bir külək göndərsək və onlar əkini saralmış görsələr, bundan sonra mütləq nankorluq etməyə başlayarlar. Şübhəsiz ki, sən nə ölülərə haqqı, nə də üç çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən. Sən körləri də düşdükləri zəlalətdən çıxarıb düz yola sala bilməzsən. Sən haqqı yalnız və yalnız müsəlman olub, ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən. Sizi zəif bir şeydən yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, biləndir, qadirdir. O saatın gəldiyi gün günahkarlar dünyada bircə saat qaldıqlarına and içəcəklər. Onlar dünyada da haqdan belə üz döndərirdilər. Bilik və iman nəsib edilmiş kimsələr isə deyəcəklər: siz orada Allahın yazısı ilə dirilmə gününə qədər qaldınız. Bugün məhz dirilmə günüdür. Lakin siz bunu bilmirdiniz. Həmin gün zalimlara bəhanələri fayda verməyəcək və onlardan tövbə etmələri tələb olunmayacaqdır. Biz bu Qur'anda insanlar üçün hər cür məsələlər çəkdik. Əgər sən onlara bir möcüzə gətirsən, kafir olanlar mütləq, siz ancaq yalan uyduranlarsınız deyəcəklər. Allah haqqı bilməyənlərin qəlbini belə möhürləyir. Sən səbirli ol. Həqiqətən də Allahın vədi haqdır. Qoy axirətə yəqinliklə inanmayanlar səni dindən dönməyə sövq etməsinlər. Loğman Suresi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Əlif, Ləm, Mim. Bu, hikmətli kitabın ayələridir. Xeyrxax əməl sahiblərinə doğru yol göstəricisi və rəhmətdir. O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar. Onlar öz Rəbbindən gələn doğru yoldadılar. Məhz onlar nicat tapanlardır. İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan saptırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir. Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ. İman gətirib yaxşı işlər görənlər üçün nəyin bağları hazırlanmışdır? Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, qüdrətlidir, müdrikdir. O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb, orada cürbəcür gözəl bitkilər bitirdik. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, ondan başqaları nə yaradıblar? Xeyr, zalimlar
açıq aydın azğınlıq içindədirlər. Biz Loğmana hikmət verdik. Allaha şükr et. Kim şükr etsə, özü üçün şükr etmiş olar. Kim nankör olsa, bilsin ki, Allah onun şükrünə möhtac deyildir. Tərifə layiqdir. Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: Oğlum, Allaha şərik qoşma. Həqiqətən Allaha şərik qoşmaq böyük zülmdür. Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə 2 il ərzində olur. Mənə və valideynlərinə şükr et. Axır dönüş mənədir. Əgər onlar bilmədiyim bir şeyi mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəşdə getmə. Dünyada onlarla gözəl davran. Mənə üst tutanların yolu ilə get. Sonra isə dönüşünüz mənə olacaq. Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm. Loğman dedi: Oğlum, gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən Allah lətifdir, xəbərdardır. Oğlum, namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə, başına gələn çətinliklərə səbr et. Həqiqətən, bu, əzm tələb edən əməllərdəndir. İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir. Məyər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, özünün aşkar və gizli neymətlərini sizə bol-bol verdiyini görmürsünüzmü? İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir. Onlara Allahın nazil etdiyinə itayət edin deyildikdə, onlar, yox, biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik deyərlər. Əgər şeytan onları cəhənnəm odunun əzabına doğru sürükləyirsə, necə olsun? Yaxşı əməl sahibi olub, özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. Kafirlərin küfr etməsi səni kədərləndirməsin. Onların dönüşü bizə olacaq. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən Allah kökslərdə olanları bilir. Biz onlara dünyada olan neymətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da onları ağır bir əzaba qatlaşmağa məcbur edəcəyik. Əgər sən onlardan göyləri və yeri kim yaratmışdır deyə soruşsan, onlar hökmən Allah deyəcəklər. De ki, həmd olsun Allaha, lakin onların çoxu bunu bilmir. Göylərdə və yerdə nə varsa Allaha məxsusdur. Allah zəngindir, tərifə layiqdir.
Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də mürəkkəb olub ardından ona 7 dəniz də qatılsaydı, yenə də Allahın sözləri qurtarmazdı. Həqiqətən Allah qüdrətlidir, müdrikdir. Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir. Həqiqətən Allah eşidəndir, görəndir. Məyər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı qoyduğu qanunlarına ram etdiyini, üstəlik Allahın nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi? Bu belədir. Çünki Allah haqdır. Kafirlərin ondan başqa ibadət etdikləri isə batil bütlərdir. Həqiqətən Allah ən ucadır, ən böyükdür. Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötürü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunlar səbirli olanlar və şükr edənlər üçün bir ibrətdir. Dağların saldığı kölgələr kimi, dalğalar onları çulğadığı zaman, onlar dini məhz Allaha məxsus edərək ona yalvararlar. Allah onları xilas edib, quruya çıxartdıqda isə aralarından bəziləri küfrlə iman arasında orta yol tutar. Bizim ayələrimizi yalnız nankör xainlər inkar edərlər. Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən Allahın vədi bir həqiqətdir. Qoy bu fani dünya sizi çaşdırmasın. Hiləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın. Həqiqətən o saat haqqında elm yalnız Allahdadır. Yağışı o yağdırır və bətinlərdə olanı o bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz. Heç kəs harada öləcəyini də bilməz. Allah isə şübhəsiz ki, biləndir, xəbərdardır. Əs-Səcdə, Səcdə surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Əlif, Ləm, Mim. Şübhə yoxdur ki, bu kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir. Yoxsa onlar, Muhammed bunu özündən uydurmuşdur deyirlər. Xeyr, o Rəbbindən nazil olan bir haqdır ki, səndən öncə xəbərdar edən Peyğəmbər gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də onlar doğru yola yönələlər. Göyləri, yeri və onların arasındakıları 6 gündə yaradan, sonra da ərşə ucalan Allahdır. Sizin ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məyər düşünərək ibrət götürməyəcəksiniz? O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız illərdən 1000 ilə bərabər olan bir gündə ona doğru yüksəlir. Qeybi və aşkarı bilən, qüdrətli və rəhimli olan O'dur.
hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz. Onlar deyirlər, biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq? Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər. De ki, sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız. Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək, ey Rəbbimiz, biz gördük və eşitdik, bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də biz qətiyyətlə inandıq, deyəndə görəydin. Əgər biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin mənim cəhənnəmi mütləq bütün günahkar cin və insanlarla dolduracağam sözüm yerinə yetəcək. Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın əzabı. Doğrusu, biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı. Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən, təkəbbür göstərmədən səcdiyə qapanır, Rəbbinə həmd səna ilə təriflər deyirlər. Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinç gətirəcək nələr saxlandığını heç kəs bilmir. Məyər möminlə fasiq eynidirmi? Onlar eyni ola bilməzlər. İman gətirib əməli salih olanları etdikləri əməllərə görə məva bağlarında əbədi ziyafət gözləyir. Fasiqlərə gəldikdə isə onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara yalan saydığınız odun əzabını dadın deyiləcəkdir. Ən böyük əzabdan əvvəl biz onlara mütləq kiçik əzabdan daddıracağıq ki, bəlkə doğru yola qayıtsınlar. Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, biz günahkarlardan intiqam alacağıq. Biz Musaya kitab vermişdik. Sən onunla görüşəcəyinə şübhə etmə. Biz onu İsrail oğullarına doğru yol göstərən rəhbər etmişdik. Səbr etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik. Həqiqətən sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcəkdir. Yurdlarında gəzib dolaşdıqları əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən bunda ibrətlər vardır. Məyər onlar qulaq asmırlar? Məyər onlar quru yerə su axıdıb, onunla həm heyvanlarının, həm də özlərinin yedikləri neymətlər yetişdirdiyimizi görmürlər? Hələ də bunu görmürlər?
Onlar, əgər doğru danışanlardansınızsa, deyin görək bu hökm nə vaxt olacaqdır deyirlər. De ki, hökm günü kafirlərə imanları fayda verməyəcək və onlara möhlət də verilməyəcəkdir. Artıq onlardan üç çevir və gözlə. Doğrusu, onlar da gözləyirlər. Əl-Əhzab, Müttəfiqlər Suresi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Ey Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itayət etmə. Həqiqətən Allah biləndir, müdrikdir. Rəbbindən sənə vəhy olunana tabe ol. Həqiqətən Allah nə etdiklərinizdən xəbərdardır. Allaha təvəkkül et. Allahın qoruyan olması sənə bəsdir. Allah bir adamın daxilində iki ürək yaratmamışdır. Allah anıya bənzədərək özünüzə haram etdiyiniz zövcələrinizi analarınız etməmiş, oğulluğa götürdüklərinizi də oğullarınız etməmişdir. Bunlar sizin dilinizə gətirdiyiniz yalan sözlərdir. Allah isə haqqı deyir və doğru yola yönəldir. Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötürü sizə günah var. Allah bağışlayandır, rəhimlidir. Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır. Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındılar. Dostlarınıza yaxşılıq etmək isə istisnadır. Bunlar kitabda yazılmışdır. Bir zaman biz peyğəmbərlərdən əhd almışıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsa'dan da. Biz onlardan möhkəm bir əhd almışıq. Belə etmişik ki, Allah doğru danışanlardan doğruçuluqları barədə soruşsun və kafirlər üçün isə ağrılı-acılı bir əzab hazırlasın. Ey iman gətirənlər! Allahın sizə göstərdiyi iltifatını xatırlayın. O zaman ki, düşmən ordusu sizin üstünüzə hücuma keçmişdi. Biz də onların üstünə külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin nə etdiyinizi görür. O zaman onlar sizin həm yuxarı və həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə gümana qapılmışdınız. Orada möminlər imtihana çəkilmiş və güclü sarsıntıya məruz qalmışdılar. O zaman münafiqlər və qəlbində xəstəlik olanlar, Allah və onun elçisi bizə ancaq yalan vədə vermişdir deyirdilər. Onlardan bir dəstə demişdi, Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qaydın. İçərilərindən bir qismi isə,
evlərimiz nəzarətsiz qalıb deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər. Əgər Mədinənin hər tərəfindən üstlərinə hücum edilsəydi, sonra da onlardan fitnə törətmək tələb olunsaydı, onu mütləq edər və cüz'i şey istisna olmaqla bunda ləngiməzdilər. Baxmayaraq ki, onlar bundan əvvəl cihaddan boyun qaçırmayacaqlarına dair Allaha söz vermişdilər. Onlar Allaha verdikləri sözə görə sorğu-sual olunacaqlar. De ki, əgər ölməkdən və ya öldürülməkdən qaçırsınızsa, bu qaçmaq qətiyyən sizə xeyir gətirməz. Belə olduğu təqdirdə siz ancaq əcəliniz çatana qədər çox az bir müddət ərzində gün-güzaran görəcəksiniz. De ki, əgər Allah sizə bir pislik etmək istəyərsə, sizi ondan kim qoruya bilər? Ya da sizə bir yaxşılıq etmək istəsə, ona kim mane ola bilər? Onlar özləri üçün Allahdan başqa nə bir himayəçi, nə də bir yardımcı tapa bilərlər. Allah aranızdan cəmaatı cihaddan çəkindirənləri və öz qardaşlarına bizə qoşulun deyənləri tanıyır. Onlar nadir hallarda döyüşə qatılırlar. Çünki sizə qarşı xəsislik edirlər. Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi dönüb sənə baxdıqlarını görürsən. Qorxu keçib getdikdə isə, qənimətdə xəsislik edib, acı dilləri ilə səni sancırlar. Onlar iman gətirməmişlər. Allah da onların əməllərini puç etmişdir. Bu, Allah üçün asandır. Münafiqlər, müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər bir də gəlmiş olsaydı, onlar bədəvilər arasında köçəri həyat sürüb barənizdəki xəbərləri soruşub, öyrənmək istəyərdilər. Hərgah aranızda olsaydılar, ancaq azacıq döyüşərdilər. Allahın elçisi sizlərə, Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. Möminlər müttəfiqləri gördükdə, bu, Allahın və onun elçisinin bizə olan vədidir. Allah və onun elçisi doğru söyləmişlər, dedilər. Bu, onların yalnız imanını və itayətini artırdı. Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər. Bu ona görədir ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın. Münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən Allah bağışlayandır, rəhimlidir. Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah qüvvətlidir, qüdrətlidir. Allah kitab əhlindən müttəfiqlərə yardım edənləri öz qalalarından endirdi və onların qəlbinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz.
Allah sizi onların yerlərinə, yurtlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir. Ey Peyğəmbər! Zövcələrinə de ki, əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi dünya malı ilə məmnun edib, gözəl tərzdə sərbəst buraxın. Yox, əgər Allahı, onun elçisini və axirət yurdunu istəyirsinizsə, bilin ki, Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır. Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı 2 qat artar. Bu, Allah üçün asandır.